Ağayevadır. Xoş gördük Elmira xanım. Salam, hər birinizi xoş gördük. Salamlayıram hər kəsi. Təşəkkür edirəm Könül xanım. Əgər icazənizlə mən təqdimatıma keçid eləyərdim. Onu da qeyd edeyim ki, bugünkü mövzumuz rəqəmsal köməkçidən necə istifadə eləyə bilərik? Bu mövzuya toxunacağıq. Zəhmət olmasa mənə kömək eləyərdiniz. Ekranım görünürmü sizə? Bəli, görünür. Ümid edirəm şagirdlər də görür. Aha, çox gözəl. Dedektiv Akademiyasına hər biriniz xoş gəlmisiniz. Gördük. Uşaqlar, ilk növbədə sizə sualla başlamaq istəyirik. Bir sual ünvanlamaq istəyirəm sizə. Bir neçə sualımız var. İlk sualımız, internetdə yazılan hər şey doğrudurmu? Sizcə internetdə yazılan bütün məlumatlar biz doğru hesab edə bilərikmi? Xahiş edirəm, cavablarınızı chat bölməsində bəli və ya xeyirlə yazın. Cavablarınızı gözləyirəm. Artıq cavablar gəlməyə başlayıb. Xeyir. Aylin xeyir deyir. Bütün şagirdlər yazan hər kəs demək olar ki, xeyir deyir. Aha. Əla, bu yaxşıdır. Aha. İkinci sualımıza keçək. Artıq cavablar gəlir. Bir neçə şagird cavablandırsın. İkinci Məndə sualımız. Buyurun. chat bölməsi görünmür ekran paylaşım etdiyimə görə. Səsləndirsəz xoş olar. Hal-hazırda yazan bütün şagirdlər xeyir deyir. Aha, çox gözəl. Aha. İkinci sualımız. Siz heç internetdə sonradan yalan olduğunu öyrəndiyiniz xəbər görmüsünüzmü? Buna da eyni ilə zəhmət olmasa bəli və ya xeyir olaraq cavablandırın. Aha. Bəli, bəli. Əla, hər kəs bəli yazır. Demək ki, aldığımız məlumatların sonradan yalan olduğunu görmüşük. Hı -hı. Hər kəs bəli yazdı. Növbəti sualımız, bəs siz kimə inanırsınız? Sizcə hansı mənbə doğrudur? İnsanlardan aldığınız məlumat, internetdən aldığınız məlumat və ya internetdə hansı səhifədən əldə etdiyiniz məlumat? Hı -hı. Cavablar Ümid rəsmi sayt deyir. Hı -hı. Çox gözəl. Zəhmət olmasa cavablandırın. Deyəsən şagirdlər burada biraz tərəddüd etdi. İnternetdən aldığımız məlumat deyir Ülfət. Aha. İnsanlardan Təşəkkür aldığımız edirik. məlumat. Aha. Bəli, hər ikisi Wikipedia və ya rəsmi sayt. Artıq burada müxtəlif cavablar gəlir bizə. Çox sağ olun. Rəsmi Hər birinə saytlar. təşəkkür edirik Könül xanım. Elə bizim mövzumuz da sırf bu istiqamətdədir ki, biz nəyə inanaq, necə biz bunu doğruluğunu sübut eləyək və əlbəttə ki, bu barədə danışacağıq. Bugünkü missiyamız sırf həqiqəti tapmaqla bağlı olacaq. İstənilən mövzuya aiddir bu. Bunun üçün mütləq bir hadisəni araşdırmaq lazımdır. İpuçlarını toplamaq lazımdır. Topladığımız ipuçlarından mənbələri müqayisə etməliyik və əgər süni intellektdən istifadə ediriksə, ondan düzgün istifadə etməliyik. Yaxşı, bəs düzgün istifadə nədir? Məsələn, sabah belə bir WhatsApp qrupundan mesajlar gəlir davamlı və belə bir xəbər yayılıb ki, sabah bütün dərslər ləğv olunub. Hərə bir fikir yazır. Özünüzdə yəqin ki, ekran görünür sizə. Bəli, görünür. Hərə bir fikir yazıb, biri deyir mənə başqa qrupdan atdılar, biri deyir müəllim dedi, biri deyir başqa sinifdən eşitdim, biri deyir direktor belə məlumat verib. Yəni müxtəlif insanlardan fərqli sözlər eşidirik və belə olan halda biz kimə inanacağımızı bilmirik. Məlumat 1-də deyir ki, bəli, müəllim deyir ki, bəli uşaqlar dərs olmayacaq. Məlumat 2-də deyir ki, sinif nümayəndəsi yox, yalnız idman yarışı təxirə salınıb. Məlumat 3-də isə deyir ki, rəsmi səhifədən belə bir məlumat paylaşılıb ki, dərslər adi qaydada keçiriləcək. Aydındır. Uşaqlar, baxın, artıq siz 3 məlumatı eşitdiniz. Elmira müəllimə səsləndirdi. Bəs sizcə həqiqət hansıdır? Xahiş edirəm, cavablarınızı eyni ilə 1, 2, 3 olaraq cavablandırın. Birinci məlumat doğrudur, yoxsa ikinci, yoxsa üçüncü məlumat doğrudur? Bəli, Yenə bəli, cavablar zəhmət gəlməyə olmasa. başladı. Sizin fikirləriniz bizim üçün çox maraqlıdır. Çünki belə istiqamətimiz də sizinlədir deyə maraqlıdır ki, aktiv keçsin. Hal-hazırda yazan hər kəs hələ ki müəllim deyir birinci məlumat.
Mhm. Bütün cavablar birinci məlumat üçündür. Aha. Zeynalabdin üçüncü məlumat deyir. Mhm. Əsas səs çoxluğu birinci məlumat oldu. Onlara görə Aha. müəllim ən doğrusudur. Əslində Aynur üçüncü məlumat müəllimlər də deyir. hansısa rəsmi mənbələrə əsaslanır, bizə məlumatı ötürən olur. Amma əgər bəzən elə hallar olur ki, müəllimlərə də yanlış məlumat verilir və rəsmi səhifəyə istinad etmək mütləq lazımdır. Amma belə yəni əslində rəqəmsal detektiv necə işləməlidir? Biz o haqqda danışaq sizinlə. Məsələn, gündəlik istifadəçi var ki, telefondan da, yəni sosial şəbəkələr ola bilər, rəsmi səhifələr ola bilər. İstifadə edənlər ilk nə eşidirsə uşaqlar ona inanırlar. Yəni onlar üçün belə üzr istəyirəm. Onlar ilk eşitdiyinə inanır. Amma rəqəmsal detektiv qabiliyyəti, detektivlik qabiliyyəti olan şəxslər isə heç vaxt ilk deyilənlərə, ilk eşitdiklərinə inanmırlar. Onlar əvvəlcə bir sübut toplayırlar, müqayisə eləyirlər, bir mənbə yoxlayırlar, özləri bir suallar verirlər özlərinə, sonra nəticə çıxartdıqdan sonra nəyə inanmalı olduqlarına elə qərar verirlər. Baxın, indi mən sizə bununla bağlı qızıl qaydanı, 5 qızıl qaydanı sizinlə paylaşacağam. İstənilən bir məlumatı ilk əldə etdikdə, istər bu akademik məlumat olsun, akademik yəni dərslərlə bağlı, istər cəmiyyətdə hansısa eşitdiyimiz bir xəbər olsun, bunun heç bir fərqi yoxdur. İlk növbədə dayanmaq lazımdır. Onu beynimizdə, o məlumatı beynimizdə emal etməmişdən qabaq dayanmalıyıq, düşünməyə başlamalıyıq. Düşündükdən sonra bizə bu hansı mənbədən gəlibsə, onu yoxlamalıyıq ki, mənə bu məlumat hardan gəlib? Əgər gələn məlumat mənbəyə mən inanmıramsa, fərqi yoxdur, sübut tapmalıyam. Sübutum olmalıdır əlimdə. Rəsmi bir məlumat götürə biləcəyim bir veb sayt ola bilər. Bu dərslik ola bilər. Məsələn, hansısa bir akademik bir məlumat gəlib, siz onu təsdiqləmək üçün kitaba istinad eləyə bilərsiniz. Dərsliklərinizə, dərs vəsaitlərinizə. Ondan sonra hansısa bir nəticə çıxardıb bir qərara gəlmək olar ki, bu məlumat doğrudur, yoxsa doğru deyil. Aydındır sizə? Əgər mənim dediklərim bura qədər aydındırsa, sizdən reaksiyalar gözləyirəm. Chat hissəsindən də yanında 3 nöqtə var. Oradan reaksiyalar göndərə bilərsiniz. O halda mən biləcəm ki, sizə danışdıqlarımız aydın olub, yoxsa yox. Chatda artıq cavablar gəlir. Bəli, aydındır. Aha, çox gözəl, çox xoş oldu. Və mən sizi yeni tərəfdaşınızla tanış etmək istəyirəm, uşaqlar. Bəlkə də bilmirəm, bəzilərinizin məlumatı var, bəlkə də bəzinizin məlumatı yoxdur, amma sizin işinizi asanlaşdıracaq rəqəmsal məktəbin içərisində yerləşən bir tətbiq var, rəqəmsal köməkçi. Bugün ondan necə istifadə edə bilərik, sizin işinizi necə asanlaşdırıb və həll edə bilərsə, onun barəsində danışacağıq. Öncə mən sizə rəqəmsal məktəbin haqqında kiçik bir məlumat verim. Rəqəmsal məktəb şagird profilindən keçid etdikdə bu formada bir səhifə açılır. Yəqin ki, görünür ekranda. Mən buradan görə Bəli, bilmirəm. görünür. Aha, siz aşağı, ana səhifədə aşağı düşdükdə tətbiqlər hissəsinə keçid edirik. Tətbiqlər hissəsi açıldıqda 3 tətbiqlə biz qarşılaşırıq. Birinci rəqəmsal köməkçi, ikinci Canva, üçüncü isə Aspire-dir. Rəqəmsal köməkçi sizə gündəlik dərslərinizdə, fəaliyyətinizdə sizə dəstəkçi olan bir köməkçidir. Süni intellekt alətidir. Canva birinci rəqəmsal gəl məktəbinin birinci və dördüncü dərslərində Canva aləti ilə YouTube-da həmin dərsləri izləyərək tanış ola bilərsiniz. Aspire-də isə video dərslər var, məntiq, ingilis dili, riyaziyyat, testləri həll etmək üçün proqramlar var, oradan tanış ola bilərsiniz. Amma mən bugün sizə sırf rəqəmsal köməkçidən danışacağam. Rəqəmsal köməkçiyə keçid edib, burada istədiyiniz promptu yazıb, ondan kömək istəyə bilərsiniz. Amma bu demək deyil ki, mən ora yazım ki, 3 üstə gəl 5 neçədir? Yəni, bu halda o sizə kömək etmir, hazır cavabı verir. Yəni, bu düzgün deyil. Deməli, biz rəqəmsal köməkçidən necə sual verməliyik, ondan nə istəməliyik? İlk olaraq bu sualı yazmaq düzgün olmaz ki, məsələn, doğru cavab hansıdır? Və yaxud da mənə cavabı de. Mütləq burada əvvəl araşdırma aparılmalıdır. Ona görə də bu proqramın adı rəqəmsal köməkçidir, üzr istəyirəm.
Düzgün yanaşma isə odur ki, bu mövzu haqqında mənə qısa məlumat ver. Verilən məlumatlardan hansı faktlara uyğun gəlir? Nəticəni bir cümlə ilə izah et. Yəni bu kimi fikirlər səsləndirmək olar. İndi gəlin mən burada bayaq bir prompt verdim. İstəsəz ona baxaq. Məsələn, mən ondan soruşdum ki, bugün məktəbdə dərslər olmayacaq. Bu xəbərdə hansı şübhəli məqamlar ola bilər? Bunu necə araşdırım? Mən bu tipli suallar verib ondan istiqamət ala bilərəm. Yəni, çünki o bizim məktəbdəki indi verilən məlumatdan xəbəri ola bilməz. Və yaxud da rəsmi mənbəyə əsaslanmaq üçün siz ona konkret, belə deyim də, prompt verməlisiniz ki, o sizə daha dolğun cavab versin. Amma bizə burada istiqamət lazımdır ki, mən bu məlumatın doğruluğunu necə yoxlayım? Baxın, o da bizə istiqamət verir. Tarixini deyir, dəqiqləşdir. Mənbənin etibarlılığına bax, kimlərə aiddir, yəni bu məlumatı verən kimə aiddir, yəni kimdən almısınız bu məlumatı. Səbəbinin göstərilib göstərilməməsi, burada müxtəlif, belə deyim də, səbəblər ola bilər. Araşdırma addımlarını da sizə addım-addım görürsünüz, 5 addımda göstərir və sonda sizə necə bir nəticə çıxara biləcəyinizi də istiqamətləndirir. Həmçinin burada İstəsəz ekran görüntüsü ala bilərsiniz bu suallardan. Bu suallar sizə rəqəmsal köməkçidə istədiyiniz məlumatı araşdırmaq üçün istiqamət verəcək. Həm bu, həm də ekran görüntüsü almısınızsa növbəti səhifəyə keçim. Həm də baxın, bu suallar sizə rəqəmsal köməkçidən düzgün cavab almağınız üçün istiqamət verəcək. Bunun dezinformasiya olub olmadığını, nəyin yanlış, nəyin doğru olduğunu və yaxud da necə bunu araşdıra bilərəm, bu istiqamətdə sizə dəstək olacaq. İndi isə yəqin ki, bura qədər dediklərim aydın oldu. Rəqəmsal məktəbdə də rəqəmsal köməkçiyə keçid etməyi də göstərdiyimə görə sizə çox maraqlı bir ev tapşırığı hazırlamışıq. Könül müəllimənin də ixtisası coğrafiya müəllimi olduğuna görə, mən ibtidai sinif müəllimi olduğuma görə sizə bütün siniflərdə istifadə oluna biləcək bir mövzuya toxunmuşuq. Elm muzeyində planetlər haqqında bir təqdimat hazırlanır. Lakin təqdimatda uşaqlar bir qarışıqlıq yaranıb. İndi mən sizə qarışıqlığı da göstərəcəm ki, nə yaranıb. Baxın, 3 kart var. Hər kartda müxtəlif məlumatlar yazılıb və bunlardan yalnız biri doğrudur. Siz rəqəmsal köməkçi tətbiqində araşdırma edib, bayaqki sualların köməyi ilə araşdırma edib, hansı məlumatın doğru olub-olmadığını sübut etməlisiniz. Ola bilər siz deyərsiniz ki, mən bu məlumatı bilirəm, bu belədir, amma sən onu nəyə əsasən deyirsən? Dərsliyəmi, yoxsa rəqəmsal köməkçidən aldığın məlumata mı? Yəni, siz əgər rəqəmsal köməkçiyə düzgün sual versəz, ondan düzgün cavab alacaqsınız. Birbaşa cavab istəsəz, o sizə düzgün olmayan məlumatı da verə bilər. Ona görə mütləq istinad istəməlisiniz. Nəyə əsaslanıb bunu deyir, bunu istəməlisiniz. Mütləq bunlar vurğulanmalıdır. Bu tapşırığımız aydın oldu. Əgər aydın oldusa, mən bir şey də nəzərinizə çatdırmaq istəyirəm ki, həmin bu araşdırmanızı təqdimat şəklində Canva proqramında hazırlamalısınız. Canva'da süni intellekt də var, hazır şablonlar da var, özünüz də hazırlaya biləcəyiniz boş sənədlər də var. Zəhmət olmasa Könül müəllimə bir dənə o Canva haqqında da məlumat verərdiniz. Əgər Canva-dan istifadə sizə çətin gəlirsə, Rəqəmsal Yay Məktəbinin 1-ci və 4-cü dərsində Canva-da təqdimat hazırlamaq haqqında yetərincə məlumat var və siz ora baxıb oradan istifadə edə bilərsiniz. Bugünkü tapşırığın nəticəsində həm sizin Canva-dan istifadə bacarığınız inkişaf etmiş olacaq, həmçinin araşdırma bacarığınız. Yəni iki bacarığımız birlikdə inkişaf etmiş olacaq. Ona görə çox xahiş edirəm təqdimatlarımızı Canva-da hazırlayaq və Padlet-ə yükləyək. Zəhmət olmasa Padlet linkini də şagirdlərlə paylaşaq. Mən ona qədər sizə qiymətləndirmə meyarlarımızı paylaşdım. Deməli, siz bu təqdimatınızda nələrə yer ayırmalısınız? Mütləq burada hansı sübutlardan istifadə etmisiniz? AI-ya hansı sualları vermisiniz? AI sizə, yəni rəqəmsal köməkçi, belə deyim, süni intellekt, sizə hansı mənbələr verib və siz o mənbələr arasında hansı müqayisəni apardınız və sonda hansı nəticəni çıxardınız? Təqdimatınız isə ümumi Canva-nın görünüşünə görə, mövzuya uyğunluğuna
görə hər biri maksimum 5 balla, 5 bal olmaqla maksimum 25 bal olaraq qiymətləndiriləcəksiniz. Əgər siz Padlet linkini qrupa chat hissəsinə göndərdinizsə, mən bu barədə də məlumat verim. Bəli, göndərdim. Siz əslində uşaqlar linkə keçid etməklə onu öz brauzerinizdə saxlamış olarsınız ki, yəni sonra itirməyəsiniz. Baxın, həmin eyni sualı burada Padlet linkində paylaşmışam. Burada görsüz bölmələr var. Bir bölməyə toxunmaqla ad, soyad, deməli, məktəb və sinif nömrənizi mütləq qeyd edin. Sinif nömrəniz gələn ilə uyğun olsun. Məsələn, 4-cü sinifi bitirmişsinizsə 5 yazın. Və burada siz öz sənədinizi, hazırladığınız PDF-i, təqdimatı bura yükləməklə bizə göndərmiş sayılırsınız. Bəli, uşaqlar, Elmira müəllimi əslində Padletdən istifadə haqqında məlumat verdi, amma yenə də sizə çətin olarsa, həmçinin dərs 1-də, rəqəmsal yay məktəbinin dərs 1-də yetərincə ətraflı məlumat verilib. Yəni, dərs 1-i izləməklə siz həm Canva haqqında məlumat ala bilərsiniz, həm də Padletə məlumatları yükləmək haqqında məlumat ala bilərsiniz. Bəli. Təşəkkür edirəm. Təqdimatımız bu qədər. İndi biz refleksiya hissəsinə keçid eləyə bilərik. Bəli, sizdən bir xahişim olacaq. Bugün öyrəndiyiniz və ya sizə maraqlı gələn bir məlumatı zəhmət olmasa yazın chat bölməsində. Cavabları gözləyirik. Düşünür deyəsən şagirdlər. Yeri gəlmişkən Padlet linki göndərmişəm. Ora daxil ola bilib, daxil olsanız brauzerdə qalacaq. Həmçinin yenidən Teams-ə daxil olub, bugünkü dərsin chat hissəsinə daxil olsanız görəcəksiniz. Aydındır. Suallar gəlir, istəyirsiniz cavablayaq. Şagirdim biri sual verib. Müəllimə, Canva'da proqram var, kömək edir, ondan istifadə etmək olar. Canva-nın proqramı bəli istifadə etmək olar, amma araşdırma hissəsini rəqəmsal köməkçidə etsəz daha yaxşı olar. Bizim belə deyim də dərsliyimizə, tədrisimizə, ümumiyyətlə bizim milli mənəvi dəyərlərimizə uyğun olaraq rəqəmsal köməkçi hazırlanıb bizə təqdim olunur və pro versiyadır. Ona görə yaxşı olar ki, araşdırmanı rəqəmsal köməkçidə, təqdimatı isə Canva-da hazırlaya bilərsiniz. Həmçinin bir şey də qeyd edim. Aha, buyurun. Bir şey də qeyd edim. Canva rəqəmsal məktəbdən Canva-ya daxil olun zəhmət olmasa. Çünki ayrıca Canva-ya daxil olanda sizin üçün çox əlçatan deyil. Amma rəqəmsal məktəbdə daha əlçatandır Canva. Bəli, bəli. Eyni iki platformanın ikisinə də rəqəmsal məktəbdən elə keçid eləyə bilərsiniz. Bayaq göstərdiyim hissədən. Dedektiv neyniyir? Mənə maraqlı gəldi. Dedektiv araşdırma aparır, məlumatın doğruluğunu yoxlayır, nə dərəcədə doğrudur, doğru deyil, bunu sübuta yetirir. Şagirdim birinə sual aydın olmayıb, nə edək dediniz? Bugün sizə maraqlı olan və ya öyrəndiyiniz bir məlumatı qeyd ediniz, zəhmət olmasa. Aha. Hər şey maraqlıdır, çox maraqlı dərs idi, təşəkkür edirik. Verilən mənbələri etibarlılığına görə yoxlamaq. Səsiniz gəlmir. Ola bilər ki, problem sizin telefon və ya kompüterlə bağlıdır. Digərlər səs eşidirsə, zəhmət olmasa məlumat verin. Ümid edirəm səsi eşidirlər. Məndə açıqdır yəqin ki. Səs gəlir deyirlər. Əgər hər şey aydın oldusa, yəni qaranlıq qalan bir məqam yoxdursa, suallar yoxdur artıq. Təşəkkür gəlir sadəcə. Bəli. Çox sağ olun Elmira xanım bugünkü təqdimat üçün. Ümid edirəm hər kəs üçün yararlı oldu və şagirdlər siz də sağ olun. Bugünkü yay tətilinizdən öyrənməyə sərf elədiniz. Biraz vaxtınızı buna sərf elədiniz. Çox sağ olun qoşulduğunuz üçün. Bəli, mən də təşəkkür edirəm öz növbəmdə. Onu da bir qeyd eləmək istəyirəm ki, əsl dedektiv olmaq istəyirsinizsə, nə isə əzbərləmək yox, mütləq onu araşdırmalısınız. Elə rəqəmsal dünyada da, sosial şəbəkələrdə də biz tez-tez müxtəlif etibarsız xəbərlərlə rastlaşırıq. Mütləq onu araşdırmaq və hər xəbərə inanmaq olmaz. Mütləq onu araşdırmaq lazımdır. Hər birinizə xoş tətillər arzulayıram. İnanıram ki, yay tətilinizi faydalı keçirəcəksiniz. Təşəkkür edirəm.
Çox sağ olun. Sağ olun. Sağ olun uşaqlar. Sağ olun uşaqlar.